Lənkəranda balıqçı ölüb. Hadisə Aşağı Nüvədi kənd ərazisində baş verib. 59 yaşlı Məmməd Quliyev balıq tutmaq məqsədi ilə Xəzər dənizinin Lənkəran sahilinə gedib. Balıqçı gödəkçəsi geyinib dənizə çıxıb. Xəzər dənizinin geri çəkilməsi nəticəsində həmin istiqamətdə lil və palçıq yaranıb. Yaxınlarının deməsinə görə, əslində o həmin ərazilərə bələd olan Məmməd dənizdə lil və palçığın yaranmasından xəbərsiz olub. Məmməd həmin kanala düşüb və dəniz suyuğunu aparıb və o dənizdə boğularaq ölüb. Xeyir məclisə gəlib iştirak edib necə lazımdır. Ailəsi ilə, uşaqları ilə. Həvəskar balıqçıdır. Gəlib ailəsi ilə gecə ilə qayıdıblar. Özü qalıb, səhərsi olub, axşam çağı. Həvəsə düşüb gəlib balıq tutmağa. Düşüb dənizə. Çox da dərində olmur, belə ağızda olub belə. Qeyd edək ki, Məmməd Quliyev Bakı şəhərində yaşayır. O, yaxınlarının ad günündə iştirak etmək üçün ailəsi ilə rayona gedib. O, ailəsini Bakı şəhərinə yola salandan sonra özü balıq tutmaq məqsədi ilə dənizə gedib. Meyit aidiyyatı üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır. Elvin Qudrətov, İlqar Mustafayev, Bu Gün İnformasiya proqramı üçün.